İbrahim, təbrik edirik. 4-cü dəfə dünya Çox sağ çempionu olun. oldun. Təəssüratlarını bilmək istərdim. Çox sağ olun. Əvvəla sizə təşəkkür edirəm. Siz bizi qarşıladınız, bizi işıqlandırdınız. Hər bir kəsə təşəkkür edirəm. Yarış barədə təəssüratlarım odur ki, bildiyiniz kimi mən 4-cü dəfədir dünya çempionu oluram. Yarış çox yüksək səviyyədə keçirdi və biz buna baxmayaraq biz özümüz də çox yaxşı hazırlaşmışdıq. Oyan Nəzəryani, Çimər Güləşin baş məşqçisi, onun rəhbərliyi altında məşqimizi daha yaxşı etdik ki, biz dünya çempionatından ən yüksək nailiyyət əldə edək. Bayrağımızı ən yüksəklərdə dalğalandıraq, himnimizi səsləndirək. Çox şükürlər olsun, buna da nail olduq. Və bizim üzərimizdə əziyyəti olan federasiya rəhbərliyinə, Mikayıl Cabbarov başda olmaqla, Pərvin müəllim, Namiq müəllim, Nəsim müəllim, Orxan müəllim, bütün federasiyamızın işçilərinə çox sağ olsun deyirəm. Hamısının əziyyəti keçib, hamısı haqqını halal eləsin. Və şəxsi məşqçilərimə dərin təşəkkür bildirirəm. Yusifov Yusif, Nurəddin Dursunov və Umudov Firdovsi. Karyeranı davam etdirməyi düşünürsən, yoxsa bu son yarışı? Biz müəllimlə qərar verdik ki, bizim bu son yarışım olsun. Çünki həm yaş baxımından, həm də ki, idmandan da ayrılanda, yaxşı nəticə ilə ayrılanda daha rahat olur idman üçün, necə deyim belə. Yəni, uduzub ayrılanda daha məyus halda, amma bir də var, sevinç halında ayrılasan. Buna da şükürlər olsun. Yəqin ki, məşqçi kimi işte. İnşallah rəhbərlik, federasiyamızın rəhbərliyi qərar verər ona. İnşallah lazım olarsa biz də davam edərik məşqçilik fəaliyyətində.